Biz Sibirizdəyik. İndi isə bir dənə oranı çək. Eyni vaxtı başlamağımıza baxmayaraq onlar yarımçıq, biz isə bitirdik. İndi isə gedək, işin gedişatı ilə tanış olaq. Salam aleykum. Bu villanı biz götürəndə tam 3 ay vaxt verdilər və bu tam 3 ay sürəcin bitməsinə tam 2 gün qaldı. Bu dəfə sizə terazo işini başa salacağıq. Bu mərmər daşlardır, rəngli, bu formada. Özdə bunu suyun içine salandan sonra daha maraqlı olur. Deməli, 1 rəng, 2 rəng, 4 rəngimiz var. 3 rəng, 4 rəng. Dəyərli izləyicilər, belə bir meşoklarla gətirirlər terazonu, bax bu formada, mərmər qırıntılarını. Bax belə qarışdırırlar. Çək yine, insanlar da baxsınlar. Terazo işi nədən başlayır? İlk növbədə yerin düzləşdirmə beton qatı verilməlidir. Tamam. Bunun altı möhkəm olmalıdır. Yəni, qumun üstündən Xeyr, olmaz. olmaz. Setka beton işi olmalıdır. Setka beton işi armaturla yoxsa adi setka? Armaturla. 8'lik 12'lik armaturla setka hörülür, üstündən beton Betonumuz qatı. verilir. Bizdə burada birinci beton qatımız verilmişdi. Sonra ümumi su axımına görə yenidən kod verildi. Terazo üçün saxladıq 3,5-4. Alt hissəsini isə atsep beton qarışır. Yəni gördüyünüz kimi orada Simers elədiniz, Bəli, elə bil. Bildiyimiz təşə gedir də, Bəli, aksep, bəli. qum, sement Bəli, qatı, bəli, düzdürmü? bəli, bəli. Aydın, yenə setka və bunun üzərindən artıq, bax oranı çək, terazo vurulur. Tural usta, assalamu aleykum. Dəyərli izləyicilərimiz, Respublikada demək olar ki, birinci adamlardır, terazo ustalardır. Yorulmayasan sənətkar, terazo qatı neçə santıdır? 3 santı, 4 santı. Əla. Hər bir santıda qiymət fərqi olur və nəzərə almaq lazımdır ki, terazo vurulandan sonra bax belə bir ağ formada olur və maşın, avtomobil olan yerə setkanı da əlavə vermək lazımdır və özü də bir balaca digər yerlərdən qalın gelir. Bəli. Həyətimizdə bizim neçə kvadrat artıq həyata keçib? 280-300 kvadrat həyata keçir. Deməli 150 kvadrat hələ gözləyir bizi. Bəli. Və bizim söz verdiyimizə görə buranı bitirməyimizə tam 2 gün qalıb. Siz bir dənə yeri yonardınız, mən göstərərdim. Bizi izləyən izləyicilərimizə necə bir formada olur. Və xahiş edirəm uşaqlardan bu hissəni yondular və nəticə belə olacaq. Əslində çox gözəldir. Dəyərli izləyicilərimiz bunun rəng seçimlərini ağ, qara, boz, hətta biz bundan qabaq bura narıncı rəngindən biraz da salatov rəng qatmışdıq. Var idi bu nə? Bax bu rənglərini qatmışdıq. Şimdi bizim bütün həyətimiz bax bu formatda olacaq. Terazonu bu arada seçim eləyərkən böyük mərmərlərdən və kiçik mərmərlərdən istifadə etmək olar. Yəni rəng balanslarla oynamaq olar. Basen kənarını ayrı, digər hissələrə ayrı vermək olar. Yəni dizaynerin təfəkkürünün sonsuza qədər gedə bilər də bu işdə, terazo işində. Ona görə dəyərli dizaynerlərimiz öz işimizi asanlaşdırır. Tək mərmər və yaxud keramaqanit verməyək, fərqli kompozisiyalardan işləyək. İşləyək ki, işimiz gözəl olsun.